Hər birinizi xoş gördük dostlar. Sekodex kanalına hər biriniz xoş gəldiniz. Deməli, bugün potensial şəbəkənin son mövzusu haqqında danışacağıq, son mövzumuz haqqında danışacağıq. Bu gün biz SSH, FTP və Telnet protokolları haqqında danışacağıq. Və bundan əlavə olaraq Telnetdə bildiyiniz kimi təqribən 4 ay, 5 ay əvvəl çıxmış bir CVE var idi. 9.8 CVE skoruna bərabər idi. Onun haqqında danışacağıq, necə yaranıb, onu izah edəcəyik. Deməli, birinci başlayaq SSH protokolundan. SSH protokolu nədir? SSH protokolu uzaqdan təhlükəsiz şəkildə qoşulmaq üçün istifadə etdiyimiz protokoldur. Hansı ki, burada göndərilən data, connection şifrələnmiş şəkildə olur. SSH protokolu 22 portundan istifadə eləyir. 22 portundan istifadə eləyir. Daha sonra danışaq FTP protokolu haqqında. FTP protokolu nədir? FTP bu arada SSH-ın açılışı secure shell deməkdir. Daha sonra FTP protokolu haqqında danışaq. File transfer protokol, adı uzundur deyə yazmıram bura. FTP protokolu, file transfer protokolu adı üstündə bilindiyi kimi file transferi üçün, file ötürmək üçün istifadə etdiyimiz protokoldur. FTP protokolu 20 və 21 portlarından istifadə eləyir. Burada 20 data portudur və 21 kontrol portudur. Burada necədir? Burada biz 21 port vasitəsilə connection qururuq FTP ilə. Hansı ki, burada username, passwordumuzu və s. daxil edirik. FTP ilə connection qururuq. 20 vasitəsilə də data ötürürük. Amma 20 portundan biz ancaq aktiv modda istifadə edə bilirik. Aktiv mod nədir? Deməli, FTP-nin 2 dənə modu var. Elə bir aktiv və pasiv modlar var. Elə bir bunlar nədir? Aktiv modda biz port 21 vasitəsilə FTP ilə connection qururuq. Daha sonra server port 20 vasitəsilə bizə qoşulur. Elə bir bunların fərqi ondan ibarətdir ki, aktiv modda server gəlir bizə qoşulur. Pasiv modda isə biz gedib serverə qoşuruq. Burada port 20 vasitəsilə biz datamızı ötürürük aktiv modda. Pasiv modda isə belədir ki, məsələn, biz port 21 vasitəsilə connection'ımızı qurduq. Sonra server gəlir bizə bir dənə random port verir. Məsələn, nə bilim, 10351 portda, məsələn deyirəm, random bir dənə port verir və biz həmin porta qoşulub data ötürürük. Bunların fərqi ondan ibarət oldu ki, aktiv modda server gəlir bizə qoşulur. Pasiv modda isə biz gedib serverə qoşulmağa çalışırıq. Yaxşı, bəs niyə aktiv mod ola pasiv mod oldu da yarandı? Ona görə yarandı ki, deməli aktiv modda hansı ki məsələn bir firewall ola bilər, firewalldan istifadə edə bilərik və s. Aktiv mod zamanında server gəlir klienta qoşulmağa çalışırdı deyə bu çox zaman firewall tərəfindən bloklanırdı. Ona görə də biz daha belə o problemi aradan qaldırmaq üçün pasiv moddan istifadə etməyə başladıq. Bundan əlavə FTP-nin şifrəli portları da var. FTPS var. Hansı ki, bu nədir? Bu SSL TLS ilə şifrələyir. Hansı ki, bunun da portları 989 data və 990 kontrol portlarından ibarətdir. Bundan əlavə SSH-la şifrələnəni var. SSH-la şifrələnən SFTP-dir. SFTP hansısa bu da adi SSH-ın portu olan 22 portundan istifadə eləyir. Bundan əlavə FTP-dən bu qədər. Keçək Telnetə. Telnet nədir? Telnet əslində SSH-ın daha köhnə versiyasıdır deyə bilərik də. SSH-ın şifrəsiz versiyasıdır deyə bilərik. Telnet də uzaqdan qoşulmaq üçün istifadə eləyirik və Telnetin portu 23 portudur. Daha sonra Telnetin necə deyim, şifrəli portu da var. Hansı ki, Telnet S, bunun da portu 992 portudur, səhv eləmirəmsə. Hansı ki, bu da SSL TLS ilə şifrələnir. Daha sonra
Daha sonra gəlin CV'mizə baxaq. Deməli 2026 24061 CV'miz var. Hansı ki bu authentication bypass eləyə bilirdik. 3F root dəyərindən istifadə edirdik user environment variable-ında. Elə bir Telnetdə belə bir zəiflik var idi ki, baxın, belə bir parametri var. Böyük U parametri var. Hansı ki bu nə edir? Gəlin baxaq. Bu gəlir, bax, case U-da return get environment user. Bizə user environment-ın gətirir. Və burada problem odur ki, bu U dırnaqdan istifadə eləmir. Məsələn, bizə şey gətirəcək, məsələn, normalda dırnaqda, məsələn, gətirməlidir Elvin user'ı, belə, bu şəkildə gətirməlidir. Bu isə istifadə eləmirdi, sadə belə Elvin kimi gətirirdi. Və burada da, hansı ki, bu boşluq yarandı. Nə elədik biz burada? Biz burada gəldik user kimi, user kimi 3F root'dan əlavə istifadə elədik. Məsələn, Telnetdə biz nə edirdik? Məsələn, gəldik, Telnetdə nə edirik? Telnet, məsəl üçün, istifadə edirik, nə bilim, H, nə bilim, T, məsəl üçün deyirəm, U və normalda bizim yazdığımız user gəlir burada Elvin kimi düşməlidir. Bu arada nümunədə belə bir şey yoxdur. Amma bizim yazanda gəlirdi belə düşürdü. Gəlirdi belə düşürdü. Biz də burada 3F qoya bilirdik. 3F nədir? 3F-in mənası odur ki, əgər bu user gələndə bunu authenticate kimi götür və promo skip elə getsə, məsələn, burada 3F gələndə artıq məndən heç nə istəməyəcək, promo Elvin user kimi girmiş olacaq. Biz də burada nə elədik? Gəldik, deməli, birinci user environment-a gəldik, user environment-a, environmentizimizə, hər nəysə ona gəldik, 3F root verdik. Daha sonra da telnet 3A atıram 192.0.0.1. 3A nə deməkdir? Avtomatik login deməkdir. Burada biz nə edəcəyik? Burada user environment variable-na 3F root vermişik. Daha sonra da avtomatik login vermişik. Bu bura qoşulmaya çalışanda bundan istifadə edəcək və burada da 3F root gələcək bura. 3F root gələcək bura. 3F root gələndən sonra da bu artıq root'u görəcək, 3F'i görəcək daha doğrusu və bizdən heç nə istəməyəcək. Promoyu buraxacaq və biz root kimi rahat login olmuş olacaq, root user'ı olmuş olacaq. Heç bir authentication olmadan. Hansı ki, bunu kodda necə fixləyiblər? Kodumuza baxaq. Deməli, burada 3U-dan pass login gəldi. Burada case U sanitize-dan istifadə edirlər. Get environment. Əvvəl sanitize yox idi. Vulnerable kodda. İndi bunu fixləyib əlavə edirlər. Yaxşı. Bu sanitize nə edir? Ona baxaq. Aha. Burada tanımlanıb sanitize. Sanitize deyir ki, əgər constant char U dəyəri var, U dəyəri varsa və U dəyəri 3 deyilsə və U dəyəri bu nə edir? Bu deməli gəlir bura baxır. Yəni bu simvollardan birindən hansındansa istifadə olunubsa U-da onun indeksini qaytaracaq bizə. Bu gələcək bizə bir dənə indeks qaytaracaq. Atıram 5-ci simvolda 5-ci indeksi istifadə olunur və 7-ci indeksə. Bu bizə bir dənə 7 qaytaracaq. U 7-ci indeksə həmin dəyəri qaytaracaq. Yəni həmin dəyər yoxdursa, yəni bu qısası o deməkdir ki, yəni bunlardan istifadə olunmayıbsa, bizə qaytar U-nu. Əks halda netsin. Bu necə fixlədir? Məsələn, bizim payloadumuz necə idi? 3F boşluq root'dan istifadə edirdi. Burada biz 3-dən də istifadə edə bilmirik, boşluqdan da istifadə edə bilmirik. Ona görə də, baxın, görürsünüz, burada 3 görən kimi return heç nə.
Ona görə də yəni bu boşluğu fixləmiş oldular. Bizim yəni final payloadumuz bu şəkildədir. Yəni biz bunu yazanda indi məndə yəni telnetim update olunub. Yəni vulnerable deyil deyə məndə indi işləmir bu. Əsasən yəni nə bilim Cisco switchlərdə falan, yəni köhnə şeylərdə əsasən ola bilər bu əgər update olunmayıbsa. Yəni belə yeni cihazlarda və s. yəni inanmıram ola çətin ola. Çünki internetdən elə çox istifadə olunmur da indiki dövrümüzdə. Yəni bizim payloadumuz buydu. Bir dənə bunu yazmaqla biz root user kimi login ola bilirdik. Bundan əlavə başqa nəsə qaldımı? Qaldı mı? Aha, burada da gördüyümüz kimi sanitizer-dən əvvəl istifadə olunmurdu. Baxın, bunların hər birinə sanitizer eləyiblər. Yəni hər birindən istifadə edəndə sanitizer olunur. Əvvəl olunmurdu hansı ki, olduğu kimi gedib yazırdı. Və bu kodumuzu əlavə eləyiblər. Aha. Məncə bu qədər okeydir. Deməli, bugünkü videomuz bu qədər. Ümid edirəm maraqlı keçmişdir və SSH, FTP, telnet nədir və bu CVA nədir, bu boşluq necə yaranır, bunu başa düşə bildik, anladıq. Bugünkü videomuz bu qədər. Sağ olun.